düşünürdüm ki, bu sözlərdən sonra ərim məni almayacaq. Təbii ki, Təranə Qumralın qızı. Qumral bəzi açıqlamalar verib. Ərim məni almayacaq. Yəni onda sevdiyi oğlan sayılırdı. Bəli, bu açıqlaması ilə yenə də marağa səbəb olub. Bizim media xəbər verir ki, İfaçı onun üçün olan elçilik mərasimindən danışıb, yada salıb da tamaşaçılar üçün yəqin maraqlı ki, Qumral necə olub o indiki ərini də təbii ki bir əri olub, onu sevib. Və analar qızını çox tərifləyirlər. Mənə elçi gələndə isə anam nə mənfi cəhətlərim var, hamısını açdı, tökdü. Yemək bişirə bilmir, digər şeyləri bilmir. Qumral deyir ki, mən şok yaşadım. Anam niyə məni bu qədər belə təqdim edir? Əslində tərifləməlidir, gözəl yemək bişirir, paltar yuyur, evi təmizləməyə bacarır, bloku silir, həyəti süpürür. Amma deyir, o belə məni təqdim etdi ki, mən heç nə bacarmıram. Qumral deyir ki, mən şok yaşadım. Baxırdım ki, artıq bu sözlərdən sonra ərim məni almayacaq. Gəldikləri kimi çıxıb gedəcəklər. Hamısını bir-bir demişdi. Amma göründüyü kimi onlar ailə qurdu, evladları da var. Bəzən, ümumiyyətlə gərək valideynlər bəzən daha açıq olsunlar, çatışmayan cəhətləri övladlarına bağlı desələr daha yaxşı olar. Sara Səfra Bahadırdan bu qədər.